Fil alt qrupunun növbəti və ən çox istifadə olunan əmri flash fildir. Flash fil istifadəçinin, yəni bizim verdiyimiz nümunəyə əsasən məlumatların avtomatik bölünməsi, birləşdirilməsi və formatlanması üçün istifadə olunur. İndi bir neçə nümunə ilə biz bunu göstərək. Misal üçün bizim məhsul cədvəlimizdə, məhsul sütununda məhsullarımızın adı qeyd olunmuşdur. Biz növbəti Y sütununda məhsullarımızın ilk adlarından müəyyən bir hissə çıxardırıq. Misal üçün, gördüyünüz kimi ilk hissəni çıxardırıq, boşluğa qədər olan hissəni və Enter toxunuruq. Bu zaman biz flash fildən istifadə edərək ona uyğun olaraq, o məlumata uyğun olaraq bütün məhsulların ilk başlıq adını götürmüş oluruq. Əlavə olaraq deyə bilərik ki, satıcılar cədvəlində satıcıların yaşlarını qeyd edək. Misal üçün 25, 28, 31 və yaxud da 34 qeyd etdik satıcılarımızı. Bizə növbəti sütunda satıcıların adı və yaşları olan bir məlumat forması lazımdır. Bu zaman biz Kamil boşluq 25 Enter toxunduğumuz zaman burada flash fill də seçə bilərik və qısa yolu ilə Ctrl-E vasitəsilə məlumatımızı bu formada qeyd etmiş ola bilərik. Əlavə olaraq da bizə lazım olarsa, məsəl üçün arada tire qoyub Enter-i toxunduğumuz zaman gördüyünüz kimi məlumat bizim verdiyimiz formada dəyişmiş olur.